Aşıq Hüseyn Saraslı'nın atası Qurban Həsənoğlu'nun, yəni deputat Qurbanın məzarı önündəyik. Deputat Qurban 1877-ci ildə Borçalı mahalının Sarasılı kəndində Koxallı tayfasında dünyaya göz açmışdır. Adlı sanlı bir kişi olan Qurban Həsənoğlu 1919-cu il fevral ayının 18-də Borçalı mahalı bələdiyyə məclisinə deputatlıq namizədliyini irəli sürür. Təəssüflər olsun ki, seçilə bilmir. Daha sonra 1919-cu ilin iyun ayında ikinci səfər namizədliyini irəli sürür və Borçalı mahalı bələdiyyə məclisinə Sosial Hümbət Demokratlar Partiyasından deputat seçilir. 19-cu ilin oktyabr ayında isə Sarasılı kəndində ilk məktəb açdırır. Çox təəssüflər olsun ki, 1931-ci ildə 7 oğul atası Qurban Həsənoğlu, oğlu Aşıq Hüseyn Sarasının doğum günündə fevral ayının 15-də, 31-ci il fevral ayının 15-də həmən bu yerdə Qaraqayanın döşündə günahsız yerə sorğu-sualsız güllələnir. Qurban Həsənoğlu güllələnərkən kiçik oğlu Qurban dünyaya gəlir və adı oğlu Qurbana qoyulur. Qurbanoğlu. Qurban Həsənoğlu güllələnərkən bacısı Zeynəb qardaşının güllələnməyinə dözmür və ürəyi partlayır, o da vəfat edir. Qurban Həsənoğlunun anası Fatma nənə isə oğul deyə ağlamaqdan gözdən kör, qulaqdan da kər olur. Oğlunun başından qopan sümüyə baxıb ağlamaqdan. Bu yanımızda duran isə Qurban Həsənoğlunun böyük oğlu Həsən Həsənovdur. Həsən Həsənov 1910-cu ildə dünyaya göz açmışdır. Gimnaziyanı bitirib və onun gimnaziyada oxumağına yardımcı olan Səməd Vurğunun əmisi Həmid Ağa Vəkilov olmuşdur. Çünki Həmid Ağa Vəkilov Qurban Həsənoğlunun dostu olmuşdur və eyni zamanda Qurban Həsənoğlunun qaynatası və əmisi olan Koxa İsənin müjdəsi olmuşdur vaxtı ilə. O yüzden Həsən Həsənova köməklik eləyir. Həsən müəllim uzun illər Ağstafada müəllim işləyir. Böyük Vətən müharibəsi başlayarkən Böyük Vətən müharibəsinə göndərilir. Müharibədə əsir düşür, əsirlikdən qaçır. Partizan dəstələrinə qoşulur və bir Macar qızı ilə ailə həyatı qurur. Macar qızından isə Tamara adında bir övladı dünyaya gəlir. Sonra isə Həsən müəllimin partizan olduğu deşifrə olunarkən Həsən müəllim həbs olunur. Bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılır və doğma Saraslı kəndinə gəlir. Daha sonra Moskvaya müraciət edir. Qızı Tamara ilə və həyat yoldaşı ilə Soçi şəhərində görüşür. Çox təəssüflər olsun ki, uzun ömür yaşamır və 1966-cı il mart ayının 18-də qardaşı Aşıq Hüseyn Saraslı Bakı şəhərində konsert verərkən Həsən müəllim dünyasını dəyişir və Hüseyn Saraslı konsertdən yarımçıq Həsən müəllimin dəfninə qayıdır. Allah hər ikisinə rəhmət eləsin. Onu da xatırladım ki, Qurban Həsənoğlunun anası Fatma nənə də burada dəfn olunur. Oğlunun yanında. Bu isə Aşıq Hüseyn Sarasının kiçik qardaşıdır. Yəni son beşik qardaşı. O qardaşıdır ki, atası Qurban Həsənoğlu güllələnərkən dünyaya göz açmışdır. Və Qurban Həsənoğlunun adı bu Qurbana verilmişdir. Qurbanoğlu. Bu isə Aşıq Hüseyn Sarasının ən çox istədiyi ortancıl oğlu Abbasdır. 1946-cı ildə anadan olub, 1986-cı ildə isə vəfat edib. Bu vəfat etdikdən sonra Hüseyn Saraslı sağalmaz dərdə düçar olur və 87-ci il aprel ayının 16-sında Hüseyn Saraslı rəhmətə gedir. Bu isə 16-cı il fevral ayının 15-də
qədim bir Saraslı kəndində dünyaya göz açıb, bütün türk dünyasına səs salan, böyük ustad, bələyindən dərdə qəmə bələnən Aşıq Hüseyn Sarasının məzarıdır. 15 fevral 1916-cı ildə anadan olub, 16 aprel 1987-ci ildə isə oğul dərdinə dözməyərək vəfat edən ustad Dədə Hüseyn Sarasıdır. Allah hər birinə məkanını cənnət eləsin.